İmtahan verəcək olan abituriyentlərin, tələbələrin, hər kəsin qorxulu bir röyası var. Ay aman, birdən keçmədiyimiz mövzular düşər, mən nə edərəm? İmtahan gününün sualları çətin olsa, mən nə edəcəm? Əzizlər, bu şübhələr, bu qorxular əsassızdır. Birinci, yadda saxlayırıq ki, imtahanda düşən bütün suallar 100% sizin keçdiyiniz mövzulardandır. Keçmədiyiniz mövzu imtahana düşə bilməz. Ona görə də əmin olun ki, imtahandakı bütün sualları yazmaq potensialına sahibsiniz. İkinci önəmli məqam, suallar hamısı çətin ola bilməz əzizlər. Suallar 3 yerə bölünür. 1. Asan suallar, 2. Orta çətinlikli suallar, 3. Çətin suallar. Siz əgər normal hazırlaşmısınızsa, yəni keçid balını təmin edən asan sualları, orta çətinlikli sualları 100% yazacaqsınız. Bundan əmin olun. Çətin suallarda da bəli, rəqabət yaranır. Bir neçə səhv eləmək olur. Hətta orta çətinlikli suallarda da bəzən bir neçə səhv eləmək olur. Bu da tələbələr arasında rəqabəti təmin eləyir. Amma ümumiyyətlə keçmək barədə, buraxılış imtahanlarından növbəti sinifə keçmək barədə narahatçılığınız olmasın əziz dostlar, əziz valideynlər. Siz də belə qorxularla imtahana hazırlaşan gəncləri həyəcana salmayın. Hər şey yaxşı olacaq. Əgər imtahanlarla bağlı, təhsillə bağlı problemləriniz varsa, təhsil bələdçiniz Turan Hüseynova müraciət eləyə bilərsiniz.